Bakıdan 90 dərəcə azmuqda və 2560 km məsafədə yerləşən məntəqənin coğrafi koordinatını müəyyən edin. İlk növbədə Bakının biz koordinatını qeyd edək. Bakı şəhəri bildiyimiz kimi 40 dərəcəlik şimal enliyi və 50 dərəcəlik şərq uzunluğunda yerləşir. Biz burada bunu qeyd etməyə çalışaq. Və burada 40 dərəcəlik şimal enliyi dediyimiz kimi və 50 dərəcə də şərq uzunluğunda Bakı şəhərinin koordinatını bunu dəqiq bilməliyik. Və Bakıdan biz şərq istiqamətinə 90 dərəcə dedik, şərq istiqamətinə biz hərəkət edəcəyimiz yol 2560 km və biz bunu da bilməliyik ki, 40-cı paralel üzərində hər bir dəqiqə uzunluğu 85,4 km-dir. Demək ki, biz burada 2562 km-i 85,4-ə bölüb almalıyıq, gediləcək yolun dərəcəsini təyin etmiş olacaq beləcə və burada alacaq cavab 30 dərəcə. Demək ki, biz 30 dərəcə şərqə tərəf hərəkət etməliyik və 50 şərqin üstünə də 30 dərəcə məsafə gəlməklə biz 80 dərəcə şərq uzunluğuna çatmış olacaq. Beləcə bizim doğru bəndimiz isə yekun olaraq doğru bəndimiz 40 dərəcə şimal enliyi, 50 dərəcə, 80 dərəcə şərq uzunluğu olacaqdır tam olaraq və doğru bəndimiz gördüyünüz kimi burada qeyd olunub. 40 dərəcə şimal enliyi, 80 dərəcə şərq uzunluğu.